Salam əziz izləyicilər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən bugün sizlərlə birlikdə 8-ci Azərbaycan dili 4-cü bölmənin 2-ci dərsi Hüseynqulu Sarabskinin xatirələr mövzusunu çalışmanı izah edəcəyim. Gəlin başlayaq. Çalışmalardan əvvəl gəlin orfoepiya qaydaları başlayaq. Orfoepiyada deyir ki, düzgün tələffüz yazın. Alqışlayanda, alqışlayanda. Yadından, yadından. Məharətlə, məharətlə. Orfoqrafiya, şəxsiyyət, şəxsiyyət. Vəziyyət, vəziyyət. Faciə, faciə. Çalışma 1. Deyir ki, fikirlərinizi tamamlamaqla dostların mühakimə xarakterli söhbətinə siz də qoşulun. Fikirlərinizi əsaslandırın. Burada bizə 2 fikir verib, gəlin onları tamamlayaq. Birincini tamamlamaq olar ki, çünki yaxşı rolu hamı oynaya bilər, amma mənfi rolu yalnız peşəkarlar oynaya bilər. İkincini tamamlamaq olar ki, o obrazı yaşayaraq həvəslə oynamalıdır. Çalışma 2. Çalışma 2-də deyir ki, hansı abzası yerində deyil, abzası göstərin. Mən də dəftərə yazaraq abzası göstərə bilməyəcəm deyə o çalışma dəftərdə yazmamışam. Çalışma 3. Mətndən əsas faktları və əsas fikri müəyyənləşdirin. Əsas fikir və faktlar bunlardır. 1939-cu ildə Hüseyn Ərəbski haqqında xatirələri Hüseynqulu Sarabski yazıb. Ağaməhəmməd rolu Hüseyn Ərəbskiyə yazılıb. Çalışma 4. Hansı sualın cavabı mətndə yoxdur? Birinci sualı yoxdur. Hüseynqulu Sarabski nə zaman Tiflisə gəlib? Bu sualın cavabı yoxdur. Çalışma 5. Sizcə Ərəbski niyə əsərdə qadın obrazının olmamasına sevinir? Çünki qadın obrazını kişilər oynayırdı. O dövrlər qadınlara icazə verilmirdi. Qadınlar obrazını kişilər oynayırdı və əgər qadın obrazı olsa, ola bilər ki, o kişi oynasın həmin obrazı. Amma olmayana sevinir ki, o başqa bir obrazda oynayacaq. Yəni qadın obrazını kişilər oynadığına görə. Çalışma 6. Talant sözünün sinonimi tapın. Talant yəni istedad, rol mənasında. Çalışma 7. Quruluş, rol sözlərinin leksik mənalarını izah edin, müvafiq cümlələrdə işlədin. Rol, aktrisin səhnədə təmsil etdiyi surət, quruluş, idarə üsulu. Çalışma 8. Mətndə mötərizədə verilmiş nöqtələrin elə yaxın mənalı sözlər tapın ki, cümlələrin mənasına xələl gəlməsin. Birincidə həvəsləndirmək yazsa xələl gəlməz, ikincidə təzəcə, üçüncü isə hotel və ya qonaq evi yazsaq, məzmuna xələl gəlməyəcək. Çalışma 9. Deyir ki, mətndə çərçivə alınmış ifadə nitq etiketinin hansı növünə aiddir? Deyir ki, qruplaşdırın, bunun üçün aşağıdakı cümlələri tamamlayın. Birinci, belə tamamlamaq olar ki, təzə paltarın çox gözəldir. İkinci də belə tamamlamaq olar ki, təbriklər, teatr tamaşası uğurlu alındı. Çalışma 10. Deyir ki, mətndə əlavə işləyən cümlələri seçib yazın. Cümlələr təhlil edilir ki, əlavələrin hansı cümlə üzvü olduğunu müəyyənləşdirin. Aha, burada xalq səni tamamlığıdır. Burada həmçinin zərfli idi. Bu zərfli idi. Bu isə tamamlıq. Çalışma 11. Aşağıdakı cümlələrlə əlavələrin hansı cümlə üzvünə aid olub, nə ilə ifadə olunduğunu müəyyənləşdirin. Birincisi, oraya, o uca dağlara, zərflikli ifadə olunub, Kafər ölkəsinə, Gülüstan sərhədinə, ikinci zərflikli ifadə olunub, 3. Qardaşına, qaban gücü və dəmir gücü, tamamlıq. 4. Ramiz Vahidoğlu, şair Əlağa Vahidin oğlu, mübtəda ilə. İlk kitabı, Tamahın nəticəsi kitabı. Kitabını, bu da həmçinin tamamlıqlı ifadə olunub. Çalışma 12. Deyir ki, aşağıdakı mətndən əlavələr müəyyənləşdirib, durğu işarələrini bərpa edin. Əlavələrin hansı cümlə üzvünə aid olduğunu müəyyənləşdirin. Burada ilk opera, yəni bunların arasında əlavə trey qoyulacaq. Leyli və Məcnun. Burada olacaq mübtəda. Məcnun rolunu Hüseynqulu Sarabski. Burada tamamlıq, həmçinin burada da Leyli rolunu xanəndə Əbdülrəhman Fərəcov. Burada da həmçinin tamamlıq olub. Hər ikisində tamamlıqdır.
Və beləliklə əziz izləyicilər, mən bugün sizlərlə birlikdə Hüseynqulu Sarapskinin xatirələr mövzusunu çalışmalarını izləyəcəm. Sağ olun əziz izləyicilər, kanalıma abunə olmağı və like atmağı unutmayın. Sağ olun.